Parisdən Urmiyəyə Misyo Kojolun səyyar ambulansı gəlib küçə-küçə gəzərək xidmət göstərir. Nə də böyük və təchizatlı səyyar xəstəxanadır bu. Birinci Dünya Savaşında bizi uzaq fərəng elləri niyə bu qədər sevsin? Olmuya. Bəli, fransızlar o ambulansda silah-sursat düzəldib bir-bir Asuri və ermənilərə dağıdırlar. Urmiyə ruslar, ingilislər və Amerikalıların şəhrinə çevrilibdir. Bir yandan Rus konsulusu, bir yandan fransızlar, bir tərəfdən də ingilislərin casus qərargahı olan Amerika mədrəsələri dayanmadan çalışır. Birinci Dünya Savaşı başlayarkən Azərbaycanın qərb bölgəsi Məsihi dövlətlərinin terminalına çevrilmişdi. Küçə-küçə, kənd-kənd Məsihi missioner, yəni mübəlliğlər gəzirdi. Kilisələr hərbi düşərgəyə çevrilmişdi. Saxta Asuri erməni dövlətinin yaranması üçün böyük bir türk soyqırımı lazım idi. Osmanlıya son zərbə adı altında Vandan Urmu gölünə qədər türk qalmamalı idi. Bu dövlətin kod adı Ciloluq idi. Babalarımızın, nənələrimizin qan yaddaşı olan və tariximizə qanla yazılmış Ciloluq. Bu epizodda sizin də bizim kimi faydalanacağınızı düşündüyümüz qaynaqları təqdim edirik. Nəfəhat-ı Urumiyyə, Urumiyyə der müharibə-i aləmsuz, Ciloluq pəs az یک qərb, Ruznamə-i Təcəddüd və Urmu bölgəsində Ciloluq hadisələri. Ciloluq faciəsinə və Azərbaycanlıların başına gələn dünyada misli görülməmiş cinayətin təfərrüatına başlamazdan öncə, o dönəm Azərbaycanın durumunu gözdən keçiririk. Azərbaycan Rusun işğalında. Təbriz başda olmaqla Azərbaycan 1911-ci il dekabrın 27-sində Ruslar tərəfindən işğal edildi. Rusların bu işğalı onların Azərbaycan üzərində 6 illik hakimiyyətinin və özləri ilə birgə müttəfiqlərinin əl-altıları vasitəsilə cinayətlərinin başlanğıcı idi. 1914-cü il iyunun 28-də Azərbaycanın Ruslar tərəfindən işğalından təxminən 3 il sonra 1-ci Dünya müharibəsi başladı. Avqustun 1-də Almanlıların müharibə elan etməsi ilə savaşa girən Ruslar, o zaman Qacar hökumətinin bitərəflik elan etməsindən asılı olmayaraq, öz qüvvələrini Azərbaycanda gücləndirmək və cəmləşdirməyə davam etdirir. Rusların əsas məqsədi Osmanlıya qarşı həm daxildə, həm də qonşu sərhədlərdən yeni cəbhələr açmaq idi. Birinci Dünya müharibəsinin başlaması ilə İngiltərə və Rusiya Osmanlı xristiyan təbəələrini, o cümlədən erməniləri və nəsturiləri qızışdırmağa və silahlandırmağa başladılar və xəyali xristiyan ölkə vədələri verərək onları Osmanlıya qarşı savaşa soxdular. Amma Rus və ingilislər Osmanlıdan nə istəyirdilər? Rusiya ilə İngiltərə arasında 1915-ci il gizli razılaşmanın müddəalarına görə İstanbulun işğalı və Rusiyaya birləşdirilməsi, strateji əhəmiyyətə malik olan Bosfor və Dardanel boğazları üzərində hakimlik müqabilində 1907-ci il müqaviləsinə əsasən tərəfsiz bölgə elan edilən Mərkəzi İranın ingilislərə təhvil verilməsi razılaşdırılmışdı. Əslində bu, İslam ölkələrinin xaçlı imperialistlər arasında son bölünməsi projesi hesab olunurdu. Osmanlının savaşmaqdan başqa çarəsi qalmadı və nəhayət Şərqi Anadolu, Qafqaz və Azərbaycanda Osmanlı qüvvələri ilə Ruslar arasında şiddətli savaş başladı. Düz bu məqamda illərdir misyonerlər tərəfindən təlim görən Nəsturi və ermənilər 5-ci sütun kimi hərəkətə keçdilər. Xəyanət və ardıca qırğın. Amma ortada bir sorun var idi. Ermənilər və sonradan özlərini Asuri deyən Nəsturilərin məzhəb fərqi var idi, həm də ixtilaflı dərəcədə. Xatırlayırsınızsa, ilk başlarda misyonerlərin kənd-kənd, küçə-küçə, Vandan Urmiyə qədər geniş alanda fəaliyyətindən danışdıq. Bunların məqsədi həm Asuriləri, həm də erməniləri Rus Ortodoks kilisəsinə bağlamaq idi. Belə olan halda yekdəst və bütöv məzhəb birliyi yaranırdı. Buna misyonerlər pul paylamaq kimi çeşitli yollarla nail ola bildilər. Artıq 2 bəhanə lazımdır soyqırıma. Birincisi Osmanlıya xiyanətə qovularaq Qərbi Azərbaycana qaçmaq, ikincisi Qərbi Azərbaycanda kiçik azlıq olan Məsihiləri özlərinə qoşub, əziyyət və talanla qarşı tərəfi öldürməyə əsas yaratmaq. Bu 2 bəhanəyə artıq zəmin hazırlanmışdı. Məsihi azınlıqlar Osmanlıya xiyanətin bədəlini ödəyib, üzünü Qərbi Azərbaycana tutmuşdular. Asurilərin dini lideri Benyamin Marşimun, ermənilərin daşnak lideri Anderaniç Uzanyan və ortada onlara qoşulması gözlənilən Kürd yağısı İsmail Simitko Azərbaycanlıların qətliamı üçün hərəkətə keçirdilər. Marşimun
Digər canı həmkarı yəni Simitkodan bir istəyi var idi. Təbrizə doğru sən, Salmas və Urmuya doğru mən. Simitko isə bu Məsihi koalisyonun dövlətində özünə yer tapa bilməyəcəyini və Təbrizin boğazında ilişəcək böyük tikə olduğunu düşünərək Salmasda onu danışığa çağıraraq öldürür. Bu isə Urmuda qətliamı başlatmaq üçün Asurilərə ən möhtəşəm bəhanə oldu. Simitko bir neçə il sonra eyni yola addım qoyacaqdı. Lakin bir növbəti işğal və talanlara qədər Azərbaycan xristianların təsərrüfündəki qara günlərini saymağa başladı. Sonralar tarixə Ciloluq qətliamı olaraq həkk olan soyqırımın failləri niyə yerli insanlar tərəfindən Cilo adlanırdı? Osmanlıda dağda yaşayan köçəri Nəsturilər əslində həmin sonradan özlərini Asuri deyən işğalçı və talançı qaraçılar idi. Cilo, Nəsturilərin 4 tayfadan biri və eyni zamanda onların arasında ən sıx və ən böyüyü idi. Cilo sözü Azərbaycan türkləri tərəfindən bütün Nəsturi və Osmanlı erməni qaçqınlarına şamil edilmişdir. Tariximizin kölgədə qalmış və məqsədli şəkildə gizlədilmiş qanlı səhifələrini varaqlamağa davam edirik. Soyqırım xronolojisi. Azərbaycan 3 il Rus işğalındaykən 28 iyul 1918-də 1-ci Dünya Savaşı başlayır. Osmanlı Rusa qarşı həmin ilin dekabrında Azərbaycana doğru hərəkətə keçir. Osmanlı Rusları 8 janviyə 1915-də Təbrizdən çıxarsa da, Sofyanda baş tutan savaşdan sonra Təbriz 20 gün sonra yenidən Rusların əlinə düşür. Aprel 1915-də Ruslar Anadoluda məğlub olub, erməni və dağ Asuriləri Qərbi Azərbaycana qaçır. Ardınca 1916-cı ilin baharında Xəlil Paşa komandanlığında Osmanlı ordusu Urmuya daxil olur və müsəlmanları Ruslar əleyhinə savaşmağa dəvət edir. Urmulu müştəhid Mirzə Fəzlullah Ruslara qarşı Xəlil Paşaya ləbbeyk deyərək dirəniş fətvası verir. 1916-cı ilin yayında Əli İhsan Paşa komutasındakı ordu Kirmanşah, Xancin və Həmədanı təmizləyərək xalqın sevincinə səbəb olur. Savaşın qırğın vaxtında 1917-ci ildə dünyaya bir xəbər yayılır. Tezar ya həmin Çar Rusiyası süqut etdi. Rusiyada inqilab baş verdi. Bu xəbərdən sonra Ruslar geri çəkilməyə başlasalar da, bu geri çəkilmə qadasız bəlasız olmadı. Onlar 15 iyul, yəni tir ayı 1917-də Urmunun üstörtülü bazarını qaçqın cilolarla bircə oda çəkdilər. Qətliamlar cilolar tərəfindən başladı. Səfərkəndi başda olmaqla Nazlı mahalı tamamilə qətliam olundu. 3 ay sonra Salmas və 5 ay sonra Xoy bazarı Rus və cilolar tərəfindən talanıb, insanlar öldürüldü. Urmu bazarı ikinci dəfə 1917-ci ilin son ayında oda çəkildi. 1918-ci ilin başına gəldiyimizdə Ruslar Azərbaycandan tam geri çəkilən vaxt silahlarını cilolara və o bölgənin taleyini isə ingilislərə və küçələrdə ambulansları gəzən fransızlara tapşırırlar. Həmin ildə Bəhmən ayında Urmu kəndlərinin sistemli qətliamı və talanı başlayır. İsfəndin 5-də Urmu tamamilə düşür. Amerikalılar və misyonerlər türklərin xəlisilah olmasını tələb edir. Urmu qan gölünə çevrilibdir. Yalqız və yaralıdır. Rusların yadigarı olan qıtlıq və acılıqla imtihana çəkilən Təbriz başda olmaqla Azərbaycana vay xəbərləri yayılır. Təbrizdə çap olan Təcəddüd qəzeti 80 nömrəli 5 mart 1918 tarixli baş məqaləsində yazır: Təbriz, Azərbaycanın ürəci Urmunun yasında. Biz bilirik Urmiyyədə nə baş verib. Azərbaycanın mərkəzində bir insan tapa bilməzsiniz ki, Urmudakı o bəxti dönmüş şəhrin olaylarının təfərrüatını bilməsin. Hamə, bütün Təbrizlilər həyatını itirmiş əziz Urmulu qardaş və bacılarımız adına bugün bizim tək bir düşüncəmiz və bir arzumuz vardır və o da Urmiyyədir və bütün Azərbaycanın təkcə bir qardaşlıq vəzifəsi var. O da Urmiyyəni xəlas etməkdir. Düz bu yazıdan 2 həftə sonra 19 mart 1918-də qanlı çərşənbə olaraq bilinən qətliam başlandı. İl axır çərşənbədən başlayaraq 3 günlük vəhşicəsinə şəhər və kənd əhalisi qətlə yetirildi. Azərbaycanın qərbində etnik təmizləməyə başlanmışdı. Kürdülər tərəfindən öldürülmüş marşumunun yerinə keçən Petros, Səlmasın köhnə şəhri qırıb, tamamilə məhv etdikdən sonra bu dəfə Urmuda 12 saatlıq qətliam fərmanı verdi.
Tarixi qeydlərə görə təkcə yarım gün ərzində 10.000-dən çox Urmulu öldürüldü. Cəsədlər küçələrdə və kəndlərdə üst-üstə qalanmışdı. Hətta qalanlardan kimsənin onları basdırmağa cəsarəti çatmırdı. Kəndlər, əkin yerləri, bazarlar bütöv dağıdılmış və əhalisi ölmüşdü. Bu hədsiz zulm davam edərək ardıcıl şəkildə Rus polkovniki Yasərhəngir Kozmin və Fransalı Kasfilin başçılığında Urmunun Qarabağ və Quşçu mahalı qətliam olundu. Neçə gün sonra Urmunun Qəhrəmanlı kəndi bütün canlılar ilə bircə öldürüldü. Usallı, Elyasabad və Çiçəkli kəndiləri də eyni taleyi yaşadılar. 1918-ci ilin may ayı, yəni Ordubadın 3-dən 5-nə qədər salmasçılar qətliam olundu. Geridə qalan neçə min salmasçı öz yurdundan didərgin düşdü. Urmunun Əskərabadi məhəlləsi qan gölünə çevrildi. Azərbaycanın qərbi demək olar Məsihi işğalçıların əlində idi. Bu faciəni bitirəcək nə Qacarların çökməkdə olan İngilisin yuvalanmış Tehran hakimiyyətinin iradəsi və gücü var idi, nə də silahsız insanların özünü qoruyacaq silahı. Ta ki, Osmanlı ordusu Azərbaycana daxil olanacaq. Rusu geri püskürtməyi başaran Osmanlı ordusu yenidən Əli İhsan Paşanın başçılığı ilə Təbrizə daxil olur. Bu tam da ermənilərin Xoy işğalı başlarına vuran məqamda olur. 1918-ci ilin may, yəni Ordubad ayında Osmanlı ordusu Təbrizə daxil olur. Bunu görən Fransa və İngilis konsulları Təbrizi tərk edib qaçmağa məcbur qalırlar. Həmin ilin xurdadında Salmas şəhəri yağılardan azad edilir. Xoyu ələ keçirməyi düşünən Andiranikin başçılıq etdiyi böyük sayda erməni təcavüzçü silahlı ilə Xoy əhalisi savaşır. Osmanlının son darbəsi ilə də erməni ordusu darmadağın edilir. Ən sonda faciələrin və dönüb dolaşan kirli siyasətlərin mərkəzi olan Urmiyyəyə yollanan Osmanlı ordusu xalqın göz yaşları içərisində zovq ilə qarşılanır. Və 31 iyul, yəni 1297-ci ilin Murdad ayında Urmiyyə işğaldan azad olunur. 50 minlik sağ qalan silahlı xristiyan qaçmağa başlayır. Onlardan bir çoxu Həmədana, İngilislərin düşərgəsinə qaçır. İngilislər bu cilovları sonradan İraqdakı kampa göndərir. 6 ay sürən fəlakətli, qanlı və qara günlər növbəti Kürd talanına qədər müvəqqəti olsa da sona ərir. Cilovluq faciəsi Azərbaycanın qərbinə, Urmiyyə mərkəzdə olmaqla böyük insani və maddi ziyanlar gətirdi. Rus Nikitinin qeydlərinə görə bu faciədə ümumiliklə 150 min insan o bölgədə cilovlar tərəfindən öldürüldü. Urmuda bir çox kənd xaraba qaldı. Bir neçə tarixi abidə və mədəniyyət ocağı dağıdıldı. Nümunə üçün Urmunun Dötbörc imarəti, Dilquşa bağı, Bədəlbu, Qəhrəmanlı və Əlibəyli qalaları kimi tarixi yerlər məhv olundu. Bölgənin demoqrafik quruluşu və tərkibi şiddətli dərəcədə dəyişildi. Boşalmış kəndlərə, əkin-biçin sahələrinə və şəhrin mərkəzindəki qədimi məhəllələrə yeni mühacirlər yerləşdirildi. Bütün bu və sonrakı olaylara, yaşanmışlara baxmayaraq bu gün Azərbaycanın parlayan və göz bəbəyi kimi əzizlənib sevilən mərkəzindən biri və bəlkə də birincisi Urmiyyədir. Azərbaycan hər dönə fəlakətlər içindən çıxmağı bacarmış, tarixin qanlı səhifələri arasında öz varlığını qoruya bilmişdir. Canını bu soyqırımlarda və vətən uğrunda müdafiədə itirmiş soydaşlarımıza, əzizlərimizə minnətdarıq və onların ruhu qarşısında vətən borcumuzu unutmamağı xatırlatmaq bizlərin görə biləcəyi ən kiçik işdir.